Namiq Qaraçuxurlu yenə zəhərləndi. Meyxanaçının bu sayca ikinci zəhərlənməsi oldu. Uzun müddət özünə gələ bilməyən Namiqin olmaya ölümünü istədilər. 10 dəqiqə dayanım, görmüşəm amma həmin əhval deyil. Onu hansı şov nümayəndəsi yer üzündən silmək istədi? Bütün bunlar az sonra. Hələlik isə yollanaq Namiqin bölgə səfərinə. Milyonların sevimlisi Qaraçuxurlu konsert qabağı yenə fanat ordusunun içində itib batdı. Bu kadrlar bizə Namiqin Gəncə konsertini xatırlatdı. Eyni ajataj orada da yaşanmışdı. Gəncə yadımdadır. Xaçmaz da bu tarixə qoşuldu mənim yaddaşımda. Bu gördüyünüz ajataj, canfəşanlıq hər hansı bir dünya ulduzu üçün yox, bizim yerli megastarımız Namiq üçündür. Namiq təəssüratlarını özəli olaraq ATV Maqazinlə bölüşdü. ATV Maqazin, eşq olsun, buradan almışlar. Mən gələndə biraz o ajatajı mən də baxdım ki, sakitçilikdir. Amma səhnəyə çıxandan sonra, o alqışlardan sonra başa düşdüm ki, belədir. Tamaşaçıdan asılıdır da, emosional tamaşaçı var, eləsi var ki, o yalnız sevgisini baxışlarla bildirir, uzaqdan əl eləməklə bildirir, eləsi də var ki, üstüvə gəlməklə. Xaçmaz cəmaatına, Xaçmaza gələn bilən qonaqlar da var idi, bu bölgədən gələnlər olub. Bunların hər birinə təşəkkürümü bildirirəm. Mənə müraciət elədilər bir 3 ay bundan öncəki. Bəs istəyirik ki, Xaçmazda necə deyərlər, yay mövsümünü Nami ilə açılış eləyək. Şükür Allaha, gördünüz ki, hansı bir ajatajla oldu, hansı bir necə deyərlər, Namiqə yəni çıxanda da necə qarşıladılar. Ay müğənnilərə buradan bax, bilirsiniz necə konsert verirsiniz. Amma baxın görün necə konsert vermək lazımdır. Heç bilirsiniz Namiqin bu konsertinin bileti neçəyədir? Konsertin bileti 250 manat idi, belə deyək. Zahirən və təbiətən sakit, hövsələli, məsuliyyətli, böyük-kiçik yerini bilən Namiq yenə eyni amplada. Heç diyeta saxlayıb arıqlamaq istəyənə oxşamırsan. Mən olub maşallah, mən heç arıqlamağa ehtiyac yoxdur, amma tənzimləmək lazımdır da. Məsələn, mənə çox vaxt deyirlər ki, sən yeyib içirsən, amma elə arıq qalmısan. Mən məsələn, bugün hesabımı götürürəm ki, bugün yeyib içəcəyəm, bu günləri diyeta falan pozulacaq. Elə yeyib içirəm mən, yeyib içən oğlanım. Yeyib içən oğlan yaman olmaz. Kababın obrisisi gəldi, o biri kabab gəldi. Düşünməyin ki, Namiq hər zaman belə sakitdir. Onu da digər şou əhli kimi özündən çıxaran məqamlar var. Mən əsəbləşəndə çox pis əsəbləşirəm. Mən ola bilər ki, il ərzində bir dəfə, uzaq, 3 dəfə, 4 dəfə belə əsəbləşim. Amma mənim başımın qapıya vuran vaxtlarım olub, mənim yıxılıb yerə, yumruğumu yerə vuran vaxtlarım olub. Hansısa bir şey olub, götürmüşəm telefonu kiməsə zəng eləyib, demişəm, ağzımdan çıxan deyəcəm. Bir anlıq qoymuşam kənara ki, bir 10 dəqiqə dayanım. Görmüşəm, həmin əhval deyil. İndi isə keçək Namiqin bu yazda planlaşdırdığı işlərinə. Dostlar qrupu ilə bizim yeni mahnımız hazır olur. Yeri gəlmişkən eksklüziv elə qismət buraymış. Havalar sərinləşəndən sonra bizim Natiq Ritim qrupu ilə olan o kompozisiyanın klipini çəkəcəyik. Namiqin asudə vaxtı məşğul olduğu isə bilyard oyunudur. Söz xiridarı elə burada da oyunu pis aparmır.
Elə bu da Namiqin Xaçmaz səfəri. O ki qaldı Namiqin sujetin əvvəlində anons etdiyimiz zəhərlənməsinə. Ulduz bu haqda danışmasa da, əsas odur, sağ-salamat olduğunu elə gözünüzlə gördünüz. İyun ayının 21-i Həyat Beach İstirahət Mərkəzində Aygün xanım, Aygün bəylərin dəvəti ilə bir əyləncə keçiriləcək. Mən də orada iştirak edəcəm. Bütün gəlmək istəyənləri dəvət edirəm. İnşallah maraqlı olacaq. Bir duetdən zaten olmayacaq Günbəylərlə. Hələ duet olmayacaq, yox. Sadəcə bu birlikdə bizim işbirliyimizdir. Yəni həm mehribançılığımızı göstəririk, həm də yay mövsümünə başlanğıcdır. Birlikdə istirahət edəcəyik.